Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Bu videomuzda 6-cı sinif Yeni Azərbaycan dili dərsliyinin iş dəftəri tapşırıqlarının izahlarını paylaşacağım sizlər üçün. Bu videodan öncə yavaş-yavaş tələs dinləmə mətninin iş dəftəri, daha doğrusu dərslik tapşırıqlarının izahlarını paylaşdım. Səhifə 83 və 84-də əhatə eləyirdi. 83-də dinləmə mətnimiz, 84-də dil qaydaları var idi. O hissənin izahını paylaşdım. Bu videodan öncə ona baxa bilərsiniz. İndi isə iş dəftəri tapşırıqlarının izahlarını paylaşıram. Kanala abunə olun ki, paylaşılan bu videolardan faydalana biləsiniz. Videolarımızı bəyənin, çoxlu rəy yazın ki, eyni zamanda bizə dəstək olasınız. Davamlı olaraq sizlər üçün həm iş dəftəri, həm dərsliyin izahlarını paylaşdığım üçün siz də qarşılıq olaraq dəstək olmaq istəyirsə, bəyənin, paylaşın bizim videolarımızı. Gəlin keçək indi isə sualların izahına. A tapşırığı deyir, yavaş-yavaş tələs mətnində hansı məlumat öz əksini tapmayıb? Manuçinin nəşriyyatının adı var idi, deməli Aldine Press, belə bir adı var idi nəşriyyatın. Manuçinin nəşr etdiyi kitabların özünə məxsusluğu, bəli, özünə məxsus idi. Nəyə görə? Deyir ki, burada bu nəşrlər öz dəqiqliyi, gözəlliyi, materialların keyfiyyəti, müasir dizaynı ilə fərqlənirdi. Yəni, bu sualın da cavabı var. Nəşriyyatın devizi yavaş-yavaş tələs adlanırdı. Bu sualın da cavabı var. Oxucu diqqətini cəlb etmək üçün atılan addımlar. Bəli, diqqəti cəlb eləmək üçün onlar deyirdilər ki, bizim nəşriyyatımızda rastlaşdığınız səhvlər haqqında nəşriyyata məlumat verməkdən çəkinməyin. Sizin təklifləriniz bizim üçün maraqlıdır. Və bu da onlar üçün oxucu kütləsi artırmışdı. Bu da var. Nəşriyyatın nəşr etdiyi kitabların adı yoxdur. Ona görə Y variantı bu sualın doğru cavabı olacaq. Bu məlumat mətndə yoxdur. Keçirik ikinci tapşırığa, yəni B-yə. Aldo Manucci haqqında hansı fikirlər hansı mətnə aiddir? Uyğun cavab variantını seçin. Deməli, kitab nəşrində ilk addımlar mətni, yavaş-yavaş tələs mətni, bir də hər ikisi ortaq fikrə baxırıq. 1. Əl yazısını xatırladan kursiv adlı şrif yaradıb. Kursiv yaranması ilk mətndə, kitab nəşrində ilk addımlar idi. Deməli, bu aya aiddir. İlk dəfə kitaba yazılmış ön sözdən istifadə edib. Ön söz elə yavaş-yavaş tələs mətnindədir. Bura B uyğun gəlir. Lövbərə sarılmış delfin təsvirindən emblem kimi istifadə edilib. Bu da yavaş-yavaş tələs dinlənmə mətnində var. Müəlliflər üçün məsləhətlər adlı kitabça hazırlayıb. Müəlliflər üçün məsləhətlər. Bu hər ikisində var idi. Bu ortaqdır. Yox, hər ikisində yox idi. Daha doğrusu bu A-da var idi. Çünki yavaş-yavaş tələsdə müəllif üçün məsləhətlər adlı kitabça danışılmır. Orada sadəcə olaraq nəşriyyatdan danışılır. Bu yalnız kitab nəşrində ilk addımlarda var idi. Geniş oxucu auditoriyası yaradıb. Bu hər ikisində var idi. Bəli, ortaqdır. Deməli, biz qısa olaraq yazsaq, rəqəmlərlə gəlin ifadə eləyək. 1A 2, 3B, 1, 4A, hətta gəlin belə səliqəli yazaq. 1, 4A, 2, 3B, 5C. Bu formada B tapşırığını həll eləmək olar. Keçirik C tapşırığına. Oxuduğunuz hər hansı bir kitabın naşirinə məktub yazaraq, həmin kitab haqqında fikirlərini bildir. Rəyində aşağıdakı məqamlarla bağlı qeyd və təkliflərini yaz. 1. Redaktə işi, məzmun, dil, üslub hansı səviyyədədir? 2. Kitabın bədii tərtibatı, şrift, cild, illüstrasiyalar səni qane edirmi? Gəlin bir məktub yazaq. Hörmətli naşir, mən 6-cı sinif şagirdi Əli Əliyev oxuduğum kitab haqqında fikirlərimi sizinlə bölüşmək istəyirəm. Kitabın mövzusu maraqlı və öyrədici idi. Redaktə işi ümumilikdə yüksək səviyyədə aparılmışdı. Mətnin dili sadə və anlaşılır olduğuna görə kitabı rahat oxuya bildim. Üslub da yaşımıza uyğun seçilmişdir. Sadəcə bəzi yerlərdə cümlələrin daha qısa olması oxumağı daha da rahat edə bilərdi. Kitabın bədii tərtibatı məni qane etdi. Şriftlərin ölçüsü gözləri yormur və cildin dizaynı gözəldir. İllüstrasiyalar isə mövzuya uyğun olduğu üçün kitabı daha da maraqlı etmişdi. Düşünürəm ki, gələcək nəşrlərdə rəngli şəkillərin sayının artırılması uşaqların kitaba marağını daha da artırar. Sizə uğurlar arzulayır və yeni kitablarınızı səbirsizliklə gözləyirəm. Hörmətlə, Əli Əliyev, 6-cı sinif şagirdi. Bu formada biz bir məktub yaza bilərik. Burada yazarkən də bir şey düşünməliyik ki, hər hansı bir kitabın naşirinə yazırıqsa, bu bizim dostumuz, tanışımız deyil. Bir müəllifdir.
bir yazardır. Biz onu tanımırıq. Ona görə də ona rəsmi bir formada məktub yazmalıyıq. Yəni həmin hörmətlə təqdimat olmalıdır. Yəni sən hardan yazırsan, adın, soyadın, neçənci sinif şagirdisən, bu formada qeydlər mütləq aparılmalıdır. Yəni C tapşırığını həll etmək üçün belə yazmaq olar. Keçirik dil qaydaları rubrikasında o və bu əvəzliklərindən sonra vergül. A tapşırığı. O və bu əvəzliklərinin mübtəda vəzifəsində işləndiyi cümlələri seç. O 15-ci əsrdən məşhur naşir idi və ondan sonra vergül qoyulub. Kim o? Burada mübtəda vəzifəsində işlənir. Bu bizim iş planımızdır. Nə bu? Burada mübtəda vəzifəsində işlənib. Artıq o günlər gerdə qaldı. Hansı günlər? Bura təyindir. Uyğun deyil. İşdə nailiyyətlərinə görə o mükafata layiq görüldü. Kim? O. Vergül də var. Deməli mübtədadır. Bu isə kolleksiyamdakı ən qədim markadır. Nə? Bu. Bu da mübtəda vəzifəsində işlənir. O ölkələrə səyahət etmək çoxdankı arzumdur. Burada arzumdur. Nə? O ölkələrə səyahət etmək. Burada o müstəqil mübtəda deyil. Magmək məstər tərkibinin, yəni fe'li birləşmənin tərkibindədir. Ona görə altını götürmək olmaz. Yəni doğru cavabımız olacaq 1, 2, 4 və 5. Keçirik B tapşırığına. Cümlələrdə o və bu əvəzliklərindən sonra uyğun yerlərdə vergül qoy. Bu da uşaqların marağına səbəb olan əsərlərdən biridir. Bu əvəzliyindən sonra da bağlayıcı gəlib. Deməli burada vergül qoyula bilməz. Bu dünya tarixində ilk çap nümunəsi sayılır. Nə sayılır? Bu mübtədadır. Özündən sonra dünya ismi gəlib, deməli vergül qoyulacaq. O qaça-qaça avtobus dayanacağına yaxınlaşdı. Kim? O mübtədadır. Özündən sonra qaça-qaça fe'li bağlama gəlib. Fe'li bağlama gəldiyi zaman vergül qoyulmaz. O qısa müddətdə böyük uğurlara imza atdı. İmza atdı kim? O. Özündən sonra qısa sifət gəlib. Sifət gəldiyi zaman vergül qoyulacaq. Deməli 4 doğrudur. Yəni bu sualın düzgün cavabı 2 və 4 olacaq. C tapşırığı. O və bu əvəzliklərindən sonra vergülün qoyulması ilə bağlı səhvləri tap. Qaydalara əsasən fikrini əsaslandır. Deməli cümlənin sıra nömrəsi əsaslandırma. Bu inam bizi daha yaxşı çalışmağa ruhlandırdı. Ruhlandırdı nə? İnam. Hansı inam? Bu inam. Burada bu təyindir. Özündən sonra vergül olmaz. Ona görə cümlənin nömrəsini yazırıq 1. Əsaslandırmanı da yazırıq ki, bu təyin olduğu üçün təyindir. Vergül qoyulmaz. Təyin vəzifəsində işlənən o bu əvəzliyindən sonra, yəni əsaslandırmanı biraz geniş yazmaq olar. Belə yaza bilərsiniz ki, təyin vəzifəsində işlənən o bu əvəzliklərindən sonra vergül qoyulmaz. O klassik və müasir əsərləri kiçik formatda nəşr etdi. Nəşr etdi kim? O klassik əsərləri. Necə? Sifət gəlib, mübtədadır. Deməli bu tamamilə doğrudur. Bu hamının sevimli şairi Mirzə Ələkbər Sabirin heykəlidir. Sabirin heykəlidir. Nə? Bu mübtədadır. Özündən sonra hamı əvəzlik gəlib. Əvəzlikdən sonra əvəzlik gələrsə vergül qoyulmaz. Bu səhvdir. Yazırıq 3. Əsaslandırma. Əvəzlikdən sonra əvəzlik gələrsə vergül qoyulmaz. O da çoxları kimi artıq bu vəziyyətə alışmışdı. Kim? O. Özündən sonra da bağlayıcı gəlib. Yazırıq 4. O bu əvəzliklərindən sonra bağlayıcı gələrsə, köməkçi nitqsələrdə yazmaq olar. Mən dəqiq yazıram. Bağlayıcı gələrsə vergül qoyulmaz. Bu atamın ən çox sevdiyi kitabdır. Kitabdır nə? Bu mübtədadır. Özündən sonra ata ismi gəlir. Deməli vergül burada tamamilə doğrudur. Yəni 2 və 5 doğrudur. 1, 3, 4 yanlışdır. Yanlışlarımızı da əsaslandırdıq burada. Keçirik C tapşırığına. O və bu əvəzliklərini cümlədə mübtəda vəzifəsində işlət. Uyğun yerlərdə vergül işarəsindən istifadə et. Məsələn, desəm ki, o Əlinin dostudur. Burada vergül qoyulacaq. Çünki o mübtədadır. Özündən sonra Əli ismi gəlir.
Məsələn, desəm ki, o mənim dostumdur. Mənim dostumdur. Burada o mübtədadır, amma özündən sonra mənim əvəzlik gəldiyinə görə vergül qoyulmayacaq. Daha sonra o uşaq bizim məktəbdə oxuyur. Hansı uşaq? O uşaq təyin olduğuna görə ondan sonra vergül qoyulmayacaq. Bu əvəzliyi haqqında yazaq. Bu sarı rəngdir. Nə? Bu mübtədadır, özündən sonra sarı sifəti gəlib, deməli vergül qoyulacaq. Və ya deyə bilərəm ki, bu da sənindir. Burada fikir verin, budan sonra mübtəda olsa da özündən sonra bağlayıcı gəlib, deməli vergül qoyulmayacaq. Eyni zamanda bu təyin olarsa, bu qələm Həsənindir. Nə qələm mübtədadır, özündən sonra bax, nə Həsənindir bu qələm deyə bilmirəm. Nə Həsənindir qələm, hansı qələm? Bu qələm təyindir, özündən sonra deməli vergül qoyulmaz. Bu formada ÇB-nin tapşırığında həll edə bilərik. Dəyərli izləyicilər, səhifə 54 və 55-ə əhatə edən iş dəftəri tapşırıqlarına bir izahlarını paylaşdım. Kanalımıza abunə olun. Videoya baxanların çoxsu kanala abunə deyil. Abunə olaq. Videolarımızı bəyənək, paylaşaq. Rəylər yazaq çoxlu ki, hər kəs bu izahlardan faydalana bilsin. Sağ olun, növbəti izahlarda, növbəti videolarda görüşərik.